Salam, hər vaxtınız xeyir, mən Toğrul Əzizov, karyera məsləhətçi. Karyera məsləhətçi kimdir? Karyera məsləhətçi iş axtaranlara iş axtarışında dəstək olan şəxsə deyilir. Sizə görə iş axtarışsa, sizə iş axtarışınızda dəstək verə bilərəm. Bu dəstəkdən yararlanmaq üçün isə videonun üzərindən diqqət eləsəniz, orada əlaqə vasitəsi qeyd olunubdur ki, həmin əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Bugün 17 aprel 2025 tarixidir. Mən sizə xəstə bağçısı iş elanlarından bir neçəsi misal vermək istəyirəm. Bir cavan şəxs var, xanımdır. Kolyaskada olur. Həmin şəxsə kömək eləmək lazımdır. Evi belə deyim də təmizliyindən də məşğul olacaqsınız. 40-45 yaşlarında cəld, bacarıqlı, təmizkar bir xanım axtarırlar. Evdə gənclikdədir yoldaşlar. Həftə içi 5 günlükdür. Səhər saat 8-dən axşam 6-ya kimi. 6-cı gündə işləyəməyəsiniz. Onda isə 9-dan 6-ya kimidir. Bazar günü isə istirahətdir. Ancaq yaxın ərazilərdə yaşayan və uzun müddət işləyə biləcək şəxslər axtarılır. 500 manatlıq bir işdir. Baxıcı işi 600 manatlıq Sumqayıtda da var yoldaşlar. Xəstə kişidir, 60 yaşlı bir kişidir. İş saatda saat 10-dan 3-ə qədərdir, günorta 3-ə qədərdir. Həftədə 4 günlük bir işdir. Daha sərfəlidir, düzəldicidir yoldaşlar. Həm iş günü azdır, həm iş saatı azdır, həm də maaşı normaldır. Nəqin ki, kişinin xəstəliyi ilə bağlı heç bir əlamət qeyd olunmayıbdır. Xəstə bağçısı işi 400 manatlıq da var. Bu isə Mərdəkandadır yoldaşlar. İnsult xəstəsidir. Xanıma lazımdır. Qadının sol tərəfi tam işləmir. Pampers bağlayacaqsınız, dəyişdirəcəksiniz. Görürsünüz, bu amma 400 manatdır. Durub oturmağa, uzanıb durmağa kömək edəcəksiniz. Belə bir işdir. Xəstə danışa bilmir, xəbəriniz olsun. Sonra baxıcı işi 500 manatlıq da var. Bu Hövsan qəsəbəsindədir. Xəstə qadındır, 20-40 yaşlı bir şəxsdir. Hövsan bağları tərəfdədir. İş saatda 9-dan 8-ə qədərdir. Bu və bənzər iş elanlarla tanış olmaq üçün, ümumiyyətlə iş axtarışınıza dəstək eləmək üçün mənə özeldən yaza bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.